her birimizin qan yaddaşıdır. 92-ci ildə Xocalda körpələrimiz qətlə yetirildi. 2023-cü ildə isə Xocalda Azərbaycan əskəri şəhid qanı ilə tarix yazdı. Ali Başkomandanımızın rəhbərliyi altında ordumuzun şücaəti sayəsində torpaqlarımız şükür Allaha bugün azaddır. Ərazi bütövlüyümüz, suverenliyimiz bərpa olundu. Bizim ailəmizin də torpaqlarımızın azadlığı uğrunda böyük fədakarlıq göstərib. Mənim böyük qaynım Bilal Hüseynov 1-ci Qarabağ uğrunda itkin şəhidlərimіздəndir. Digər qaynım Aras Hüseynov və yoldaşım Həmdullah Hüseynov qazi oldular. İki oğlum Ramazan Hüseynzadə və Eldəniz Hüseynzadə həm 44 günlük müharibədə, həm antiterror əməliyyatlarında böyük qəhrəmanlıq göstərdilər. Eldəniz Hüseynzadə Füzulidən Şuşaya qədər döyüşdü və Ali Başkomandanımız Eldənizi müxtəlif medallarla təbrik etdi. Ramazan Hüseynzadə antiterror əməliyyatlarında Xocalının azadlığı uğrunda onun döyüş yoldaşlarının şahidliyinə görə Xocalı Ramin Dəhrəz kəndində düşmənin ən böyük postuna və ən ağır, ən böyük postuna girərək düşmənin 40-dan çox canlı qüvvəsini və texnikasını məhv etmişdir. Ramazan öz vətənini hər şeydən üstün tutuldu. Ramazan Xocalıda şəhid oldu. Ramazan Xocalı nəfəs alsın deyə son nəfəsini verdi. Ramazan qanı o torpağa qarışdı və o torpaq həm faciənin, həm də zəfərin şahidi oldu. Allah cəm şəhidlərimizin ruhunu şad eləsin. Mən Ramazanla, Eldənizlə qürur duyuram. Mən bugün başını dik tuturam. İki igid qəhrəman oğlunun anasıyam. Qəhrəman ailənin iki şəhid vermiş nəslin nümayəndəsiyəm. Buna görə Dövlət Babaya da minnətdaram. Dövlət Baba çox möhkəm, çox səbirli və hər birimizə nümunədir. Ramazan yenicə şəhid olmuşdur. Dövlət babamız ürək ağrıda tez baxı mənim yardımdan tutmuşdur. Mənə dedi, qızım, bəs mənim üçün necəsən? Uzun illərdir mən Bilalımın həsrətini çəkirəm. Möhkəm ol, gözündə ol. Biz Dövlət babadan güc alırıq və hər bir Azərbaycan xalqının qürurudur bizim ailəmiz. Gələcək nəsilə örnəkdir. Natəvan xanıma da təşəkkür edirəm. Natəvan xanım bizim ailəmizin artıq bir üzünə çevirdi. Səmimi, çox gözəl. O kitabı ərsəyə gətirməkdə bir hardasa 9 ay çəkdi. Günün hər bir saatında Natəvan xanım bizimlə, mənlə əlaqə saxladı. Mənə həm təsəlli oldu. Ramazan haqqında nə saat, nə vaxt, yəni mənim vaxtımı almırdı. Saatlarla danışmaqla Ramazanla mənə həm fikirlər, həm qürur verirdi. Onun yazdığı 2 nəfər bir vətən kitabı mənim həqiqətən də nəfəsimdir. Onun hər səhifələrindən mən nəfəs alıram. İlk dəfə Natəvan xanımla tanışdığımız 9 nömrəli məktəbdə sonsuza dək yaşayanlar kitabının təqdimatında oldu. O təqdimata bizim
şəhidimiz Füzuli Həbibin anası məni dəvət etmişdi. İlk dəfə orada tanış oldum. Mən Altıvan xanımla nömrəsini fürsət edib ala bilmədim. Səhərsi gün bizim şəhid ailəmizin dəyərlisi olan, o şəhid ailələrin bir-bir ziyarət edən, onların dərdinə şərik olan, mən ona mənəvi qardaşım deyirəm, Əsəd qardaşım. Əsəd qardaşım nömrəni verdi. Narkoman xanımla əlaqə saxladım. Narkoman xanım dedi ki, bəs mən biraz danışanızdır, bəs mən o ailədə olmalıyam. Gəlib bir dəfə o ailəni ziyarət etməliyəm. Şəxsən özüm dövlət bağı ilə danışıb məlumatlar almalıyam. Belə oldu ki, Narkoman xanım bir dəfə yox, bir neçə dəfə o ailədə oldu. Buna görə təşəkkür edirəm, minnətdaram sizə Narkoman xanım. Bu cür rəhmət çəkirsiniz, göz yaşı ilə, ürək ağrısı ilə şəhidlərimizin haqqında kitabları ərsiyə gətirirsiniz. Uğurlarınız bol olsun. Şəhidlərimizin haqqında daha çox yazasınız, yaradasınız. Allah sizi qələmizə güc versin inşallah. Allah cəm şəhidlərimizin ruhunu şad eləsin, məqamı düz eləsin. Məktəbin bütün şagirdlərinə, müəllimlərinə, gələn qonaqlara təşəkkürümü bildirirəm. Başda Rəşkəndə xanıma təşəkkürümü bildirirəm. Rəşkəndə xanım tədbir keçirməklə icazə verib. Füzuli müəllimə təşəkkürümü bildirirəm. Maşallah dayıya, Arif dayıya, gələn bütün qonaqlara hamınıza təşəkkürümü bildirirəm. Sağ olun.